Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Bu gün sizlər üçün çoxdandır reseptini məndən istədiyiniz ev şəraitində lülə kabab hazırlanma reseptini təqdim edirəm. Vaxt itirmədən tez keçək reseptə. Ən dadlı tikə əti quzunun budundan almaq olar. Çünki quzu budunda həm yağlı tikə var, həm də bizə lazım olan sümüksüz tikə olacaq. Videoda da göstərdiyim kimi sümükdən tikəni ayırırıq. Həmişə budun kənarında lazım olmayan vəzilər var. Birinci onları təmizləyək. Çalışın ki, seçdiyiniz ət heç olmasa 15 kilodan yuxarı quzu əti olmasın. Demək istəmirəm, amma 15 kiloluq ət alın. Yəni quzu ətin çəkisi 15 kiloluq olsun. Alanda qəssabdan soruşun. Çünki 15 kilodan yuxarı olanda ətiniz daha sərt çıxa bilər. Əti bu formada da sümükdən ayıra bilərsiniz və yaxud da qəssabda ilə budundan təmizlətdirib, ət çəkən maşından çəkdirib ala bilərsiniz. Yerdə qalan sümükdən də şorbaya bulyon kimi istifadə etmək olar. Əti sümükdən ayırandan sonra üstündə də göründüyü kimi 3 pərdəsi var. Onlardan da ayırırıq. Tikələri elə formada bölürəm ki, ət çəkən maşından keçə bilsin. Deməli 1 kiloqram yağsız quzu ətinə 400 qram quyruq qatılır. Amma əgər ət yağlı olarsa 300 qram quyruq bəs edər. Və 1 ədəd 300 qramlıq soğanı da doğrayıb əlavə edəcək. Soğanı ət çəkən maşından qətiyyən keçirmək olmaz, çünki lülə kababın içində çürümüş dadı verəcək və eyni zamanda kotlet dadı gələcək. Ona görə də lülə kababa bacardığınız qədər soğanları xırda-xırda doğrayıb qatın. Mən quyruğu gördüyünüz kimi bərkdir, onu saxlamışam biraz buzluqda ki özünü tutsun, ondan sonra çəkirəm. Bu da bir ipucudur, çünki quyruq nə qədər isti olarsa, ətin düşmə ehtimalı o qədər də çoxdur. Yallah, indi başlayaq ətləri maşından çəkməyə. Çalışın ki, ət çəkən maşını böyük dişindən istifadə edəsiniz. Doğradığımız soğanları duz və istiotu da əlavə edib yaxşı-yaxşı qarışdırırıq. Gördüyünüz kimi hazır olunmuş ət 2 hissəyə ayrılır və yaxşıca çırpılır. O qədər çırpılmalıdır ki, saqqız kimi olmalıdır. Bir sözlə əldə yapışqan olmalıdır. Əgər bunu alındıra bilməyəcəksinizsə, onda düşmə ehtimalı da çoxdur şişdən. Mənim sizlərə qeyd etdiyim bu üsul manqalda da keçərlidir, eyni zamanda ev üsulunda da keçərlidir. Ev üsulunda hazırlamaq üçün taxta şişlərdən istifadə edəcəm. Əlimizi suya vururuq, köftə hazırlayırıq və şişə keçirdiyi forma veririk. Dostlar, onu da qeyd edim ki, kanalımızda toyuq lüləsi və manqalda hazırlanan quzu lüləsi də varımızdır. Baxın, kababımıza baş barmağımızla naxışları vurandan sonra altından da üstündən də fırlayırıq ki, düşməsin.
Gördüyünüz bu forma alandan sonra qoyuruq sobanın üstünə. Mən böyrünə tərəvəzlər də qoydum, istəyəndə əlavə edə bilər. Öncədən qızdırılmış 220 dərəcəlik sobada altı üstü bişənə qədər bişiririk. Çalışın çox da zəif temperaturda bişirməyin ki, ətin suyu hamısı gedə bilər və ət quruya bilər. Hə, sobadan bu səsi eşidən kimi bildim ki, məni çağırır, deməli hazırdır. Hazırlayan hər kəsə nuş olsun dostlar. Videonu bəyəndinizsə, bəyənmək tuşuna basmağı və hər hansı bir sualınız varsa komment bölümündə bizləri bildirməyi unutmayın. Bu üsulla hazırladığınız lülə kababın şəkillərini Instagram hesabımıza yollaya bilərsiniz. Mən də sizin adınızdan paylaşım edərəm. Sağ olun, Allah'a emanet.